Salam əziz şagirdlər, bugün biz bağlayıcı haqqında öyrənəcəyik. Demək, bağlayıcı nədir? Bağlayıcını necə başa düşürük? Bağlayıcı cümlə üzvlərini və cümlələri bir-birinə bağlayan, onlar arasında qrammatik əlaqə yaradan köməkçi nitq hissəsinə deyilir. Deməli, bağlayıcı təkcə cümlə üzvləri, cümlələri deyil, sözləri, söz birləşmələrini, cümlələri, abzasları, mətnləri bir-birinə bağlayan, onlar arasında əlaqə yaradan köməkçi nitq hissəsinə bağlayıcı deyilir. Bağlayıcının deməli sintaktik quruluşuna görə bağlayıcılar iki yerə bölünür. Demək, tabeysizlik bağlayıcıları, tabelilik bağlayıcıları. Tabeysizlik bağlayıcılarının özünün iki işlənmə yeri var. Bir, sadə cümlənin həmcins üzvləri arasında deməli əlaqə yaradır. Sadə cümlələrin həmcins üzvləri arasında əlaqə yaradır. Məsələn, deyirəm ki, Anar və Kamal birlikdə futbola getdilər. Burada və tabeysizlik bağlayıcılardır. Əgər biz vəni çıxarsaq, Anar, Kamal birlikdə futbola getdilər. Anar, Kamal. Kim Anar, kim Kamal? Həmcins üzvlü sözdür. Mübtədanın həmcinsliyi var. Deməli, həmcins üzvlü sözləri bir-birinə bağlayır. Sadə cümlənin tərkibində həmcins üzvləri bir-birinə bağlayır. Tabesiz mürəkkəb cümlələrin tərəflərini bir-birinə bağlayır. Yəni, biz bilirik ki, mürəkkəb cümlələr iki yerə bölünür. Tabeli mürəkkəb cümlələr, tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlələrdə iki və daha artıq sadə cümlə birləşir. Deməli, tabesiz mürəkkəb cümləni yaradır və burada bu cümlələr sərbəstdir, biri digərindən asılı deyil və tabesiz mürəkkəb cümlələrdə tabeysizlik bağlayıcıları iştirak edir. İndi biz öyrənək hansı tabeysizlik bağlayıcıları var. Tabeysizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərkibində iştirak edir. 6 növü var. Hansılardır? Birləşdirmə, tabesiz bağlayıcıları, tabesizlik bağlayıcıları və ilə, la. Bölüşdürmə, tabesizlik bağlayıcıları, ya, da və ya, yaxud və yaxud, gah da, istər, istərsə, istərsə də. Deməli, bu olur bölüşdürmə bağlayıcıları. İnkar bağlayıcıları var. Nə də. Nə dinir, nə danışır. Deməli, inkar bağlayıcılarında feil təsdiqdə işlənəcək. Nə dinir, nə danışır. Yəni, dinmir, danışmır. Bu mənada. İştirak bağlayıcıları həm də, də, həmçinin, hətta, ha belə, o cümlədən, o sıradan, eləcə də, özü də, bir də, nəyin ki, bu bağlayıcılar iştirak bağlayıcılardır. İclasda həm atam, həm də anam iştirak etmişdi. Arif də, Kamal da gəlmişdi, iştirak bağlayıcısıdır. Arif, Kamal, həmçinin bütün uşaqlar gəlmişdi, həmçinin iştirak bağlayıcısıdır. Ha belə, o cümlədən, o sıradan, eləcə də, özü də, bir də, nəyin ki, bax bu bağlayıcılar iştirak bağlayıcısı adlanır. Qarşılaşdırma bağlayıcıları var. Qarşılaşdırma bağlayıcısında bir ziddiyyətlilik var. Cümlənin birinci hissəsində feil təsdiqdə, ikinci hissəsində isə inkarda olur. Hansıdır qarşılaşdırma bağlayıcıları? Amma, ancaq, lakin, halbuki, isə, fəqət. Mən dedim, amma o eşitmədi. Mən dedim, təsdiqdədir feil, amma qarşılaşdırma bağlayıcısıdır. O eşitmədi, inkardadır. Daha sonra aydınlaşdırma bağlayıcısı var. Yəni ki, məsələn. Bunlar olur tabeysizlik bağlayıcıları. Bir daha deyirik ki, tabeysizlik bağlayıcıları nə zaman işlənir? Deməli, həmcins üzvlü sadə cümlələrdə tabeysizlik bağlayıcılarından istifadə olunur. Bir də tabesiz mürəkkəb cümlələrdə bu bağlayıcılardan istifadə olunur. Tabelilik bağlayıcıları hansılardır? Tabelilik bağlayıcıları. 4
tabellik bağlayıcısı var. Səbəb, şərt, güzəşt, aydınlaşdırma. Səbəb bağlayıcılar hansıdır? Çünki, ona görə ki, onun üçün ki, ondan ötürü ki, o səbəbə, bu səbəbə və s. Səbəbini izah edəcək, səbəbini deyəcək. Yəni, mürəkkəb cümlələr arasında deməli, tabeli mürəkkəb cümlələrdən söhbət gedir. Tabeli mürəkkəb cümlələrdə səbəb bağlayıcılarından istifadə olunur. Və şərt bağlayıcısı əgər, madam ki, indi ki, bir halda ki, hərgah şərt bağlayıcısıdır. Güzəşt bağlayıcısı hərçənd ki, aydınlaşdırma bağlayıcısı ki, belə ki. Bu bağlayıcılar dedik ki, mürəkkəb cümlənin tərkib hissələrində iştirak edir. Hansı mürəkkəb cümlənin? Tabeli mürəkkəb cümlənin tərkibində iştirak edir. Tabelilik bağlayıcıları. Tabesiz mürəkkəb cümlənin tərkibində və həmcins üzvlü sadə cümlələrin tərkibində tabesizlik bağlayıcıları iştirak edir. Və bağlayıcılarda vergülün qoyulması haqqında danışaq. Demək, təkrarlanan bağlayıcılar var ki, ya da, gah da, istərsə də, həm də. Bu bağlayıcılarda birincidən əvvəl, deməli, birinci daxil deyil ora. Deməli, bu bağlayıcılardan sonra vergül qoyulur. Daha sonra ki, belə ki, bağlayıcısından sonra vergül qoyulur. Amma, ancaq, lakin, hətta, ha belə, yəni, o cümlədən və s. Bu bağlayıcılarda əvvəl vergül qoyulur. Yəni, özündən əvvəl vergül qoyulur. Dərsimiz bu qədər, əziz şagirdlər. Əgər faydalandınızsa, abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşənədək.